Salam uşaqlar, kimlər ki 2 gündən sonra buraxılış imtahanı verəcək, mütləq bu sualın izahına qulaq assınlar. Çünki bu Demin, yəni Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün təşkil etdiyi buraxılış imtahanlarında istifadə olunmuş suallardan biridir və elə 2 gündən sonraki imtahanda da qarşılaşa bilərsiniz. Həqiqətən Asiya yer kürəsinin ən böyük qitəsidir. Cümləsi ilə bağlı düzgün fikir müəyyən edin. Xəbər isimli ifadə olunub. Baxa görə bizim xəbərimiz nədir? Bax, yer kürəsinin ən böyük qitəsidir. Bax, yer kürəsi, biz bunu ayıra bilmərik də, ikinci növdür. Təzədən kürəsinin qitəsi, bunu ayıra bilərik uşaqlar? Təbii ki, ayıra bilmərik. Ona görə hamısı bir yerdə nə olur? Xəbər olur. Xəbər isimli ifadə olunub, xeyr ismi birləşməli ifadə olunub. Güman, şübhə bildirən ara söz işlənmişdir. Güman, şübhə bildirmir, axı təsdiq bildirir də uşaqlar. Bu olmaz. İsim birləşmə tamamlıq vəzifəsindədir. Xeyr, tamamlıq deyildi, çünki xəbər idi. Mübtədədə mürəkkəb adla ifadə olunub. Asiya mürəkkəb ad deyil, axı uşaqlar. Mürəkkəb ad bilirik ki, ən azı 2 sözdən ibarət olmalıdır və ayrı yazılmalıdır. Bu da səhvdir. 2 cümlə üzvündən ibarətdir. Bəli, yer kürəsinin ən böyük qitəsidir. Hara? Asiya. Bu da bizim təbii ki, mübtədamızdır. Cavabımız oldu E. Uşaqlar, hara sualı. Mübtədada da var, yer zərfliyində də var. Bunu ayırt eləmək üçün haranı haraya ilə əvəz eləyin. Əgər haraya ilə əvəz eləyə bilərsinizsə, onlar yer zərfliyi. Bax, Asiya yer kürəsinin ən böyük qitəsidir. Biz haraya deyə bilmirik axı burada. Deməli, bu nədir? Mübtəda. Desə ki, məsələn, Asiyaya getdi. Haraya. Artıq burada həm hara, həm də haraya deyə bilərəm. Onda artıq olar yer zərfliyi. Sağ olun, uğurlar.